Deməli belə. Birinci sualdan axırıncı suala qədər izah edəcəm. Burada bir dənə sual səhvdir. Daha doğrusu səs çatışmamazlığı var. Onu yəni 49 sualı izah edəcəm. Birinci başlayaq. Eyni növ atomdan təşkil olunub. Əsid maddədən söhbət gedir burada. Bildiyimiz kimi eyni növ atomdan təşkil olunub. Kimyəvi yolla elementlərinə ayrıla bilər. Kimyəvi yolla ayrıla bilirsə, deməli burada kimyəvi birləşmədən söhbət gedir. Və sabit ərimə qaynama temperaturuna malik deyilsə, deməli qarışıqdır. Cavabımız A variantı. Bəzən olur o testlərdə, məsələn, keçən testdə 2 dənə variant cavab kağızında, yəni o elektron cavabları mən yerləşdirəndə bəzən olur ki, cavab səhv, məsələn, əlim A yox D variantına dəyir, B variantına dəyir. Belə vaxtı səhvlər gəlir. Ona görə nəticədə mən təkrar baxıram, narahat olmayın. Onda məsəl üçün düzəldən kimi sizin avtomatikdə balı düzəlir. Əsas odur ki, PDF-in içərisində səhv olmasın. Yəni bu sualın özündə səhv olmasın. Cavab kartındakı səhvləri düzəlmək problemi olmur. Çünki istər-istəməz 50 sualdır. Təkrar hər hansı birinə dəyə bilir. İkinci proses sublimasiya olarsa, ikinci proses sublimasiyadırsa, deməli burada bərkdən Z bərk haldadır, bərkdən qaza keçib. Y qaz halındadır. Onda deməli birinci prosesdə qazdan maye çevrilmədir. Deməli burada X maye olacaq. Z bərk halda olacaq. Y də qaz halında olacaq. Cavab A variantı. Növbəti sual. Hansı maddələrin keyfiyyət tərkibi eynidir? Keyfiyyət tərkibi nədir? Yəni hansı elementlərdən təşkil olunub? Baxıram. Karbonat turşusu hidrogendən, karbondan və oksigendən təşkil olunub. Deməli, karbon turşusu olan seçə turşusu hidrogendən, karbondan və oksigendən təşkil olunub. Karbondan oksigendən təşkil olunub. Karbondan hidrogendən təşkil olunub. Tərkibləri eyni olan 1 ilə 2-dir. Yəni keyfiyyət tərkibləri eynidir. Kəmiyyət tərkibi isə onların miqdarlarını göstərir. Yəni neçə, hər elementdə neçə atom iştirak edib. Cavab burada B variantı. Növbəti sual, 4-cü sual. 2 mol oksigen, 1 mol dəm qazı və 44,8 litr karbon qazının kütləsini istəyir. Bir də 2 mol oksigen qazının kütləsi 2 vur 32, 64 qram. Üstəgəlsin 1 mol CO-nun kütləsi 28 qram və 44,8 litr, yəni 2 mol karbon qazının kütləsi isə 88 qramdır. Bunları toplayanda eləyəcək 180 qram. 92 qram bunlar eləyəcək 88 qramdır. Üzərinə gələndə 180 qram. Cavab D variantı. Növbəti sual. 0,5 mol sayıdır karbon qazının. Burada karbonun kütləsi, yəni 0,5 mol karbon atomu var. Bu da eləyəcək 6 qram. 1 molunda 32 qram oksigen var karbon qazının. Deməli 0,5 molunda 16 qram oksigen olacaq. 6-16 cavabımız C variantı. Növbəti. Qapalı qabda deməli X2 və Y2 arasında reaksiya baş verir. Ümumi mol sayı. Diqqətlə baxsaq burada reaksiya daxil olan maddələrin mol miqdarları cəmi 2 mol. Alınan maddənin də mol miqdarı 2 moldur. Yəni mol miqdarı zaman keçdikcə dəyişmir. 6 Y variantı. Növbəti sual 7-ci sual. Cavab variantları ilə də bunu həll etmək olar. Deməli 7 qram azota 8 qram oksigen düşür. Onda 14 qram azota 16 qram oksigen düşəcək. Deməli formulumuz olacaq 16. Yəni bir azot atomu molekulda var, bir dənə də oksigen atomu var. Deməli digər tərəfdən də bunu belə tapa bilərik. 14x bölünsün 16y bərabərdir. 7 bölünsün 8, ixtisarlar aparsaq 2, burada 2 qalacaq, bunlar da geçsə x ilə y bir-birinə bərabərdir. Deməli, formulumuz NO çıxacaq. Tərkibində həcmdə 60% karbon qazı olan CO2 və X qarışığının hidrogenə görə nisbi sıxlığı 20-yə bərabərdir. Hidrogenə görə nisbi sıxlığı 20-dirsə, deməli, M ortamız 40-dır. Çünki qaz qarışığının hidrogenə görə və yaxud da heliuma görə nisbi sıxlığını tapan zaman biz qaz qarışığının M ortasını, burada hidrogenə görə demir, 2-yə bölüb tapmışıq. Deməli, burada M ortası eləyəcək 40. Tərkibində 60%, həcmdə 60% karbon qazı. 60% karbon qazı varsa, deməli,
Qalan 40% digər qazdır. Bu X qazı. X qazının nisbi molekul kütləsini bizdən istəyir. 60-ı vuracam 44-ə. Üzərinə gələcəm. 40-ı vuracam X-a. Böləcəm 100-ə. Bərabər eləyəcəm 40-a. Buradan sıfırları açsam. Deməli, 6 vurursun 4, 24, 264, üstə gəlinsin 4x bərabərdir 400-ə. X də burada bərabər, 4x də bərabərdir 136-ya, x də bərabərdir 334-ə. Deməli, nisbi molekul kütləmiz olacaq x-in 34. 9-cu sual. Həcmi 4,48 litr olan, yəni 0,2 mol olan DX, HY maddəsi üçün hansı ifadələr doğrudur? Deməli, bu 0,2 moldur. 4,48 litr 0,2 moldur. Buradakı CX, HY-in kütləsinə baxaq. Karbonun kütləsi burada bəlli məsələdir ki, 1 molunda 12x-dırsa, 0,2 molunda olacaq 2,4x. Deməli, birinci yanlışdır. Atomların sayı 1 molda x plus y mol atom varsa, onda buradakı atomların sayı, yəni 0,2 molunda atomların sayı x plus y bölünsün 5'dir. Yəni 0,2'ni vururam x plus y-ə. Bu da o deməkdir ki, 0,2 də 5'də 1 deməkdir. Ona görə x plus y bölünsün 5 kimi yazmaq olar. Deməli 2 doğrudur. Y bölünsün 5 qram hidrogen var. Hidrogen 1 molunda y qram hidrogen varsa 0,2 molunda 0,2 y qram hidrogen var. Bu da 5'də 1 y eləyir. Deməli 3 də doğrudur. Cavabımız olacaq 2, 3 D variantı. Doğrunu bizdən soruşur deyə D variantı. Maddənin istilik udması nəticəsində temperaturun dəyişmə qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. Biz bilirik ki, qaynama temperaturu sərhəddləndirir nəyi? Maye ilə qazı. Deməli, x mayedirsə, y qazlı, deməli 1 doğrudur. Ərimə temperaturu bərk ilə maye sərhəddindədir. Bərk ilə maye. Deməli, əgər x bərkdirsə, y maye olur. Deməli, bu da doğrudur. Qaynama temperaturu artıq birinci varianta ziddir. Ərimə temperaturu da birinci varianta zidd, ikinci varianta zidd olduğuna görə cavabımız oldu 1 ilə 2A variantı. Gəldik. Deməli, növbəti məsələ. X, Y, Z maddələri verilib və bunların hansı həllecidə necə həll olma qabiliyyəti verilib. Deməli, bizə təsəvvür edək ki, bir qabın içərisində X, Y, Z qarışığı verilib. Bunları bir-birindən ayırmaq istəyirik və yaxud da buradan hər hansı birini ayırmaq istəyirik. Diqqətlə baxsaq, əgər mən bu qarışığın üzərinə yalnız su əlavə eləsəm, su X ilə Y-i həll eləyəcək. Yəni, X ilə Y-i bir yerdə qarışdırıb aparacaq. Ona görə mən buradan X-i ayıra bilməyəcəm. Bu variant getdi. Sonra, su əlavə edib, sonra spirt əlavə eləsəm. Su əlavə eləsəm, yenə də X ilə Y-i bir yerdə aparacaq. Sonra spirt əlavə eləsəm, Z-i həll eləyəcək. Artıq burada X-i həll eləyib ayıra bilməyəcək. X-i ayırca götürə bilməyəcək. Su əlavə eləsəm, yenə də su olan variantlar avtomatik gedir. Çünki su X ilə Y-i bir yerdə aparır. Spirt əlavə eləsəm, X ilə Z-i qarışıq aparacaq deyə götürə bilmərəm. Amma xloroform əlavə eləsəm, xloroform Y-ilə Z-i həll eləyib aparacaq. Yerdə təkcə X-i həll eləməyəcək. Bu üsulundan yalnız xloroformdan istifadə edərək X-i ayıra bilərəm. Cavab B variantı. Növbəti məsələ. X, Y2 birləşməsinin M qramında 0,5 Na sayda atom saxlayır. Buna görə X, Y2-nin bir molekulunun kütləsini bizdən istəyir. Deməli, 0,5 Na sayda X, Y2-nin kütləsi əgər M qramdırsa, bu qədər atomun. Onda 3 Na sayda atomun olan, yəni 3 Na sayda atom saxlayanda
Bunun bizə emerin verəcək, molyar kütləsini verəcək. Onda burada molyar kütlə bərabər olacaq 6m. Bir molekulun kütləsini isə tapanda molyar kütləni M0 bir molekulun kütləsi bərabərdir. Molyar kütləni bölürdük NA-ya. Molyar kütləmizi 6m-lə ifadə eləmişdik. Ona görə olacaq 6m bölünsün NA. Növbəti suala keçək. CH4 və oksigendən ibarət 1 mol qarışığın kütləsi 20 qramdır. Qarışıqda oksigenin həcm və kütlə payını müəyyən edin. Deməli, deyək ki, CH4 x moldur. Onda oksigen burada 1 minus x mol olacaq. Və qarışığın kütləsi 20 qramdırsa 16x plus 32 minus 32x bərabərdir 20-yə. Buradan da deməli 32 minus 16x bərabərdir 20 yazsaq, x bərabərdir deməli 12 bölünsün 16, yəni 0,75. Burada deməli 0,75 mol metan oldu, 0,25 mol oksigen oldu. Deməli mol payı ilə götürsək, mol payı ilə həcm payı bərabər olduğuna görə, deməli burada 75%, 1 molun içərisində 0,75 mol metan olduğuna görə 75% metan var, 25% oksigen var. Bizdən də oksigenin həcm payını istədiyinə görə yalnız 25'ləri saxlayıram, qalan variantları atıram. Keçdik. Oksigenin kütlə payını. Ümumi 20 qram idi. Oksigen də 0,25 moldur. 0,25 molda 32'ye vursam 8 qram eləyəcək. 8'i 20'ye bölüb 100'ə vursam, deməli burada kütlə payı eləyəcək 40%. Cavab variantımız olacaq A bəndi. Növbəti sual. 8 metr kub etan 5 metr kub metandan neçə dəfə ağırdır? Yəni eyni şəraitdə deməli düstur olaraq biz bunu eyni şəraitdə yazanda PV bərabərdir nü RT P1 və PV1 bölünsün deməli M bölünsün M RT. Burada PV2 bölünsün deməli M1 buraya M2 yazaq. RT. Bu hazır düsturda var. M1 V1 bölünsün M2 V2. O düsturu necə gəlib çıxarılışını deyirəm sizə. Diqqətlə baxın. Yuxarıdakı ifadəni belə yaza bilərik biz. PV1 M1 bərabərdir M1 RT. Aşağıdakı ifadəni də belə yaza bilərik. PV2 M2 M2 RT. Tərəf-tərəfə bölsək, bu düstur çıxacaq. M1 V1 bölünsün M2 V2 bərabərdir M1 bölünsün M2. Yəni burada 8 metr kub etan bir-birindən kütlə nisbətin deməli tapanda 8 metr kub etan 8 vurulsun etanın kütləsi yəni 30'a bölünsün 5 vurulsun 16'ya. Buradan 2 qalır 15. 15 ilə də 5 etdi 3. Cavab C variantı. Yəni hazır bunu düstur şəklində də siz yadda saxlaya bilərsiniz. 2 mol oksigen, 1 mol CO və 2 mol CO2'dən ibarət qaz qarışığının orta molyar kütləni, orta molyar kütlə yazılmalıdır burada. Orta molyar kütləni tapacaq burada. M orta nəyə bərabərdir? 2 vur 32, üstə gəlsin 1 vur 28, 2 vur 44, bölünsün 5'ə. 64 üstə gəlinsin, deməli 28 elədi
92, 92, 188, 180, 180'ı 5'e böləndə 36 cavab C variantı. Qaz halında maddələr verib bizə X, Y, Z, K. Hansı qazlar cüsünün sıxlığı havanın sıxlığına bərabər olan qaz qarışığı hazırlamaq olmaz? Yəni, biz elə hidrogenə görə nisbi sıxlıqları verilibsə, gəl bunları silək, bunların yerinə 2 qatların yazaq, yəni emirlərin yazaq. 16, 28, 32, 44. Hansı qazlar cüsündən havanın sıxlığına bərabər olan qaz qarışığı hazırlamaq olmaz? Yəni, biz elə bir qazlar götürməliyik ki, qazın, havanın M ortası bilirik ki, M orta hava 29'dur. Həmin ədədlərin aralığında yerləşsin. Məsələn, X ilə Z götürə bilərikmi? Bəli, 16 ilə 32'nin arasına düşür. Bizə olmazı istəyir. X ilə K-nı götürə bilərəmmi? Bəli, 16 ilə 44'ün arasında 29 düşür. Y ilə K-nı götürə bilərəmmi? 28 ilə 44'ün aralığına 29 düşür. Sonra Y ilə Z 28 ilə 32'nin aralığına 32'nin aralığına düşür. Amma Z ilə K 32 ilə 44'ün arasında 29 yoxdur. Deməli, bunu hazırlamaq olmaz. Fiziki xassələri müəyyən edin. Sadə sualdır bu. Əksər metallar yüksək temperaturda əriyir. Oksigen havadan ağır qazdır. Bunlar fiziki xassədir. 1 ilə 4. Natrium su ilə adi şəraitdə reaksiya edirsə kimyəvidir. Əhəng dahi qızdırılda parçalanır. Bu da kimyəvi hadisədir. Gəldik, deməli, 18-ci suala. Deməli, doğru variantı bizdən istəyir. Maddələrin ərimə və qaynama temperaturu verib, baxaq birinci varianta. 30 dərəcə Selsidə hər üç maddə maye haldadır. 30 dərəcədə X mayedir, Y mayedir, Z bu da mayedir, -15 ilə. Deməli, A variantı doğrudur. -10 dərəcədə hər üç maddə bərk haldadır. Xeyr, məsələn, -10'da X ilə Y bərk haldadır, amma Z yox. 80 dərəcədə hər üç maddə qaz halındadır. Xeyr, bu da getdi. 15 dərəcədə X bərk haldadır. X 15 dərəcədə mayedir. 0 dərəcədə Y maye haldadır. Bu bərk haldadır. Deməli, gəldik 19-cu suala. Distillə qurğusu verilib, sadə distillə qurğusu verilib. Şəkildə verilmiş deməli, qurğu vasitəsilə hansı qarışıqları tərkib hissələrinə ayırmaq olar? Bəlli məsələdir ki, burada metanol su, sonra etil spirti su və sirkə turşusu su qarışığını bu üsulla ayırmaq olar. Cavabımız olacaq 1, 3, 4 Y variantı. 20-ci sual. Deməli, atom sayıları bərabərdir. Görürük ki, hər ikisində A verib. Oksigen qazının mol payını istəyir buradan bizə. Atom sayıları bərabərdirsə, bu 3-dür. Bunda 2 atom var. Deməli, mən bura 3 yazmalıyam. Burada 2 yazmalıyam ki, atom sayıları bərabərləşsin. Oksigen qazının mol payı istədiyinə görə 3'ü yazıram surətə. Cəmləri olacaq 5, vurulsun 100%, bu da elədir 60%. D variantı. Sonra, sabit tədqiqdə hansı temperaturda hər üç saf maddənin aqreqat halı fərqlidir? Hər üçündə fərqlidir. Məsələn, 100 dərəcə götürsəm mən, 100 dərəcədə X-da X deməli mayedir, Y qazdır, Z də qaz halındadır. Y ilə Z deməli eyni aqreqat halına düşdük. Bunu çıxıram. 200 götürsəm, yenə də diqqətlə baxsaq görərik ki, 200 dərəcə Selsidə həm Y, həm də Z qaz halındadır. 65 dərəcədə bunların deməli ikisi maye haldadır, X ilə Z maye haldadır. -70'də deməli -70'də Y olacaq qaz halında, X olacaq -70'də bərk halda, Z isə olacaq maye halında. Deməli, hər üçü fərqlidir. Bunu götürək elə. 0 dərəcədə
deməli bunların ikisi maye hala düşür. X-dan Z. Cavabımız oldu D variantı. Metil spirti və sudan ibarət məhlulda 0,6 mol hidrogen atomu varsa, bu məhlulda ümumi atomların mol sayını tapın. Deməli, metil spirti CH3 OH, su H2O, sudan ibarət məhluldur. Bunu X mol götürək, bunu da Y mol götürək. Hidrogen atomu varsa, demək, hidrogen atomları 4X plus 2Y 0,6'dır. Bizdən ümumi atomların sayını istəyir. Ümumi atomların sayı burada deməli 4, 2, 6X plus 3Y. Bunu tapmağımızı istəyir. Buradan 3'ü mötərizə xaricdən çıxardıram. Qalır 2X plus Y bərabərdir. Yuxarıdakı deməli ifadədən 2-ni mötərizə xaricdən çıxardıram. 2X plus Y bərabərdir 0,6. 2x plus y onda 0,3 olur. Gətirib burada 0,3'ü yerinə yazsam, 3 vurulsun 0,3, 0,9. Növbəti bir məsələ, 23-cü məsələ, 0,9 cavab C variantı. 23-cü məsələ, maddə X-ferin molekul sayı A, atom sayı 4A. Deməli, hər molekulunda 4 atom var. 4 atom olanlara hansılara aiddir burada? Ammoniak, CH2, ammoniak və CH2 qutarda etdi. Cavab D variantı. Burada demin X2-nin nisbi molekul kütləsi bu sual səhv getmişdi. Yox, desin olur sual səhv getmişdi mən bir də. Deməli, maddə miqdarı 1,6A verib. Burada mol miqdarı A verib. Kütlələri M qram verilib. Deməli, 1,6A vurulsun X3 3X plus 4 bərabərdir M-ə. Digər tərəfdən də 1,6 burada. A vurulsun Y plus 32 bərabərdir M-ə. Digər tərəfdən də X-in Y-ə nisbəti 3-ün 8-ə nisbətidir. Bu yuxarıdakı ifadələri tərəf-tərəfə bölsək, nə alırıq burada? Alırıq 1,6 vurulsun 3x plus 4 bölünsün y plus 32 bərabərdir 1'ə. Və yuxarıdakı ifadəni yazaq buradan. 3y bərabərdir 8x-a. Aşağıdan deməli 4,8x plus 6,4 bərabərdir y plus 32. Sonra deməli 3y bərabərdir 8x ifadəsində x-in yerinə gətirib y-i nəzərə ala bilərik. Yəni x bərabərdir 8-də 3y gətirib burada yerinə nəzərə alsaq, deməli 4,8 vurulsun 8-də 3y burada ixtisar gedər, burada qalar 0,6 üstə gəlinsin 6,4 bərabərdir y plus 32. Deməli, buradan 1,8 y üstə gəlinsin 6,4 bərabərdir y plus 32. Deməli, 0,8 y bərabərdir. Deməli, neçə edir burada? 2 çıxsaq 4,4, 25,6. Y də bərabərdir 256-nı 8-ə bölsək 3, 32. Y-in deməli ayrı 32-dir. 3y-də 8x-ə bərabər idi. 3y-də 8x-ə bərabər olduğuna görə y-in yerinə burada 32 yazsaq. Deməli 3 vurulsun 32 bərabərdir 8x-a. X də burada bərabərdir 12. Onda aldığımız formulda x y2-dirsə x plus y 2y, burada da x-in yerinə 12 yazıb üzərinə gələcəyik
64'ü 2 vurulsun 32'ni. 64 üstə gəlsin 12, bu da eləyəcək 76 A variantı. A variantı. Sonra tərkibində Y-in kütlə payı 20%. Bu sadə tipli sualdır. Deməli 80% da misdir. 80% 64-dürsə 20% Y-dir. Y bərabərdir 16-ya. Y 16-dırsa S, Y 3-də Y-in kütlə payını tapsaq 3 vurulsun 16, 48 bölünsün 32 üstənsin 48, 80 vurulsun 100. Bu deyir 60%. 26-cı sual, bu suallarda şərt çatışmazlığı var. Bunu qeyd edeyim. Qaz molekullarının hərəkət sürəti emirləri ilə tərkib münasibdir. Deməli, hansının ki emiri daha belə deyək, böyükdür, onun kütləsi, sürəti daha az olacaq. Ən deməli burada böyük kütlə O2-dədir, deməli onun sürəti ən az olacaq. Artma sırasını dediyinə görə ən çox hidrogen olacaq. Ona görə olacaq 2, 3, 1, 4. Cavab A variantı. Gəldik 28-ci suala. 28-ci sual istilik miqdarı ilə temperatur arasındakı asılılıqla bağlı sualdır. Saf maddənin sabit təzyiqdə aqreqat halının dəyişməsi qrafikinə əsasən fikirlər hansılar yanlışdır. İkinci hissədə maddə yalnız bərk haldadır. Ümumiyyətlə, yadda saxlayaq ki, ərimə və qaynama temperaturlarında ki, buradan başlayır. Bu ərimə temperatur intervalıdır. Bu müddətdə ərimə temperaturu dəyişmir. Verilən istilik miqdarı maddələrdə molekullararası rabitələrin qırılmasına sərf olunur. Yəni, bərk maddələrin maye hala keçirməsinə sərf olunur deyə, bu hallarda, məsələn, burada maddə bərk maye qarışığı, burada isə maye qaz qarışığı halında olur. Ona görə birinci ifadə səhvdir ki, ikinci hissədə maddə yalnız bərk haldadır. Xeyr, həm bərk, həm də maye haldadır. Bu yanlışdır, bunu götürəcəm. Birinci hissədə maddə bərk halındadır. Bəli, birinci hissədə maddə bərk halındadır. Doğrudur bu. Temperatur 30 dərəcədən 110 dərəcəyə qədər artırda maddənin aqreqat halı dəyişir. Temperatur 30 dərəcədən, baxıram, 20 dərəcə bunun ərimə temperaturudur, 140 dərəcə qaynama temperaturudur. 30 dərəcədə də maye haldadır, 110-da da mayedir. Aqreqat halı dəyişmir. Deməli, 3 də səhvdir. 1, 3, bir yerdə olmayan variantları silirəm. Qaldı, deməli, 1, 2, 3, 4, 2 doğru idi deyə, bərk haldadır 2 doğru deyə çıxdı. Qaldı 1, 3, 6, 1, 3, 5. Üçüncü hissədə maddə maye haldadır. Doğrudur. Deməli, dördüncü doğrudur. 25 dərəcə Selsidə maddə maye aqreqat halındadır. 25 dərəcədə bəli, maddə maye aqreqat halındadır. 5 doğrudur. Ona görə cavabımız qaldı D variantı. 6-ya baxaq. Hissəciklərin kinetik enerjisi 1, 3 və 5 hissələrində sabitdir. Kinetik enerjisi 1, 3 və 5 hissələrində sabitdir. Xeyr. Niyə görə? Kinetik enerjisi sabit olsaydı, onda molekullar bir növ hərəkət etməzdi və maddə bərk halda maye hala doğru hərəkət edilməzdi, dəyişməzdi. Biz istilik verdikcə onun molekulların kinetik enerjisi artır deyə maddə maye haldan, bərk haldan mayeyə, maye haldan qaz hala keçir. Bu hissəsi aydındır. Deməli, sabit təzyiqdə saf X, Y, Z, T maddələrin ərimə və qaynama temperaturu verilmişdir. X-in qaz, Z-in bərk olduğu interval. Tutaq ki, deyək, X-in qaz olduğu temperatur deyək, məsələn, -12, Z-in də bərk olduğu, məsələn, -12. -12-də Z bərkdir, X da nə halındadır, deməli, X-in qaz halındadır -12-də, Z də bərkdir. Y və T-nin aqreqat hallarına baxaq. Y-in aqreqat halı, məsələn, burada -12-də maye olacaq. T-nin aqreqat halı isə bərk olacaq. Maye, bərk. Maye, bərk. Deməli, Y variantı olacaq. 6 ədəd su molekulunun
kütləsini və maddə miqdarını müəyyən edin. Deməli, bir ədəd su molekulunun kütləsini müəyyənləmək üçün 18-i bölürəm 6 vurulsun 10 üstü mənfi 23-ə. Yəni, bir molekulun kütləsini tapmaq üçün M0 bərabərdir. M bölünsün NA düsturundan istifadə edilir. Onda bir dənə molekulun kütləsi olacaq. 3 vurulsun 10 üstü mənfi 23. İndi məndən burada 6 ədəd su molekulunun kütləsini istədiyinə görə bunu 6-ya vururam. Olur 18 vurulsun 10 üstü mənfi 23. Yəni, zaten bir dənə cavab da var burada. 18 vurulsun 10 üstü mənfi 23. Sonra və maddə miqdarı 6,2. Burada 6 vurulsun 10 üstü 23 kim verilir buna görə? 6 vurulsun 10 üstü 23 sayda molekul əgər 1 moldursa, bəs 6 ədəd su molekulun neçə moldur? Burada x yazıram. X bərabərdir. 6 bölünsün 6 vurulsun 10 üstü 23. Bunlar ixtisar getdi, qalır 10 üstü mənfi 23 mol. D variantı. Növbəti məsələ. Qapalı qabda bərabər mol miqdarında götürülmüş A B qazlar arasında baş verən reaksiyasında 0,4 mol S maddəsi əmələ gəldiyi zaman qabda ümumi mol miqdarı 1 mollarsa B maddəsinin hansı hissəsi reaksiya daxil olmuşdur? Gəl belə deyək, deməli, bu reaksiyanı yazaq 2A plus B 2C deyək ki, bu olsun başlanğıc dəyişən artıq qalan yazaq. Bir mühitdə tarazlıqda olur, yoxsa yox. Dönən reaksiyada yoxsa yox. Ona görə artıq qalan kimi yazıram mən bunu. Qapalı qabda bərabər mol miqdarında götürülüb. Məsələn, deyək, hər ikisi X mol götürülüb. Baş verən reaksiya 0,4 mol S əmələ gəldiyinə. 0,4 mol S əmələ gələndə deməli 0,4 mol A sərf olunur, 0,2 mol B sərf olunur. Onda A-nın miqdarı olur artıq qalanı X minus 0,4, B-nin miqdarı olur X minus 0,2. Və bunların toplam cəmi 1 olub. Qabda mol miqdarı 1 mol olur. Yəni X minus 0,4 plus X minus 0,2 plus 0,4 bərabərdir 1-ə. Bu 0,4'lər getdi. 2x minus 0,2 bərabərdir 1-ə. X bərabərdir 0,6'ya. X 0,6'dır. B maddəsinin hansı hissəsi reaksiya girib? Baxıram burada B maddəsinin reaksiya girən hissəsi 0,2 moldur. Başlanğıcda isə X götürülmüşdü, yəni 0,6 mol. Onda B-nin reaksiya girən hissəsi 0,2 bölünsün 0,6, yəni 3/1 hissəsi reaksiya daxil olub, cavab C variantı. 1 mol, 1,25 mol dəmir kioid və 3 mol CO qazının qarşılıq təsir zamanı reaksiyası axıra qədər getmişsə, dəmir oksidinin neçə faizi reaksiya daxil olmuşdur? Buradan diqqətlə baxsaq, görərsiniz ki, reaksiya axıra qədər gedibsə, deməli, dəmir 2O3-dən 0,25 mol artıq qalacaq. 0,25 mol artıq qalacaq. Niyə görə? Çünki 3 mola 1 mol sərf olunur. Onda dəmir 2O üçün 1,25 molun 1 molu reaksiya daxil olub. 0,25 molu artıq qalıb. Neçə faizi reaksiya daxil olmuşdur deyirsə, 1-i bölürəm 1,25-ə, vururam 100-ə. Bu deyilir, deməli, 5'də 4, 80% A variantı. Sonra 33-cü sual bəlkə də çoxsunun çətinliyi çəkdiyi bir sualdır. Burada diqqətlə fikir versəz, mən bir cümlə yazmışam əvvəldə. Normal şəraitdə sürtünməsiz hərəkət edən. Niyə görə sürtünməsiz hərəkət edən demişəm burada? Çünki biz normal şəraiti saxlamaq istəyiriksə, qaz əlavə etdikcə, normal şəraiti saxlamaq istəyiriksə, onu bir sürtünməsiz hərəkət edən və ya da bir porsiyonlu qaba yerləşdirməliyik ki, biz orada qaz əlavə etdikcə, xarici təzyiq əgər normaldırsa, temperatur yəni 0, atmosfer təzyiqi də 1 atmosferdirsə, o porsiyon qalxıb əvvəlki çöldəki şəraiti almalıdır. Yəni çöldəki
ətrafdakı şəraiti, yəni təzyiqi almalıdır içəridə ki, biz ona normal şərait kimi baxa bilərik. İndi nədir burada? Deyir ki, normal şəraitdə sürtünməli hərəkət edən porşinlə təchiz edilmiş qabda 0,5 mol metan qazına ardıcıl olaraq X, Y, Z və T qazları əlavə edilərək alınan qaz qarışığının hidrogenə görə nisbi sıxlığının qaz qarışığının mol miqdarından asılı qrafiki verilmişdir. Deməli, yadımızda saxlayaq ki, burada 0,5 mol metanımız var. Qabda yalnız metan olanda bəlli məsələdir ki, metanın da emeri deməli, hidrogen burada yaddan çıxdı, bir düşməyib. Metanın deməli, molyar kütləsi 16-dır. Ona görə də hidrogenə görə nisbi sıxlığı 8-dən başlayır. Diqqətlə fikir verin, burada 8-dən başlayır. Və ardıcıl olaraq X, Y, deməli, birinci X-ə əlavə eləmişəm. X deməli nə qədər əlavə eləmişəm? Diqqətlə baxın, qaz qarışığın mol miqdarı deyir. Yəni, əvvəl 0,5 mol metan var idisə, onda bura mən 1,5 mol X əlavə eləmişəm. Və qaz qarışığının ortam hidrogenə görə nisbi sıxlığı 14 olub. Deməli, bu halda M orta 28 olub. Onda belə yazıram. 0,5 vurulsun 16, 0,5 mol metan var idi. 1,5 mol X əlavə olunub bura və bölürük bunu 2-yə. Bərabər edirəm 28-ə. Onda baxaq burada 8 plus 1,5 X bərabərdir 56-ya. 56-dan 8 çıxsam qalacaq 48. 48-i də 1,5-ə bölsəm neçə edəcək? 480 bölünsün 15. Burada 3-də 3. 32. 32 olan variantlarım mənim qaldı burada. A-nan D variantı. Artıq qaz qarışığında bura qədər bilirəm. Qabda 0,5 mol metan var. Sonra 1,5 mol deməli X qazı var. Bu X qazının da emerini bilirəm artıq. 32-dir. Bu 16-dır. Bu 32-dir. Keçirəm Y qazı əlavə edirik. Görürsünüz ki, növbəti əlavə etmədə 4 və bir əlavə qazlar əlavə olunub və qazlarda M orta yenə də 28 olaraq qalıb. Yəni, növbəti mərhələdə 0,5 vurulsun 16, üstə gəlsin 1,5 vurulsun 32, üstə gəlinsin deməli 2 mol Y qazı bölünsün, deməli, ümumi mol miqdarı 4 mol olub, bərabərdir 28-ə. Deməli, burada 8 plus 48 plus 2Y bərabərdir 112-yə. Buradan 56 çıxsam 2Y bərabərdir. Deməli, 56-ya, 2Y bərabərdir 112-yə. 56-yı düzürəm. Y də bərabərdir 28-ə. Və buradan bir şey deyim, rahat yolla da gedə bilərik əslində bunu. Y 28-ə eləyəcək. Cavabımız olsa deyə çıxır. Amma bir şey deyim, burada diqqətlə fikir verirsiniz. Yəni, növbəti Y-lə, belə deyək, Z qazlarını əlavə eləyəndə qaz qarışığının orta molyar kütləsi dəyişmir. Deməli, qaz qarışığına emerləri 28 qaz olan əlavə olunub. Başa düşdürmü? 28 qaz olan. Ona görə də burada D variantımız olacaq. İndi axırıncı variantı tapaq. Artıq biz bilirik ki, burada ümumi mol miqdarı, yəni 1,5 0,5 mol metanımız var. 1,5 mol X-imiz var. 2 mol Y-imiz var. Və bunun emeri 28-dir, bunda 32-dir, bunda 16-dır. Və bura əlavə eləmişik 1 mol Z var. Bu da 28-dir dedik. 28 olacaq. Və bura 5 mol T əlavə eləmişik. Və bu zaman T-nin nisbi molekül kütləsini tapacağıq. M ortamız gəlib düşüb neçəyə? Diqqətlə baxaq. M orta gəlib düşüb yenidən 8-ə qayıdıb. Daha doğrusu 16-ya qayıdıb. Onda belə yazacağım. Bunların ümumi cəmi
Bunların ümumi 16 vurulsun 0.5 8, 48, 56. 56 üstə gəlsin 56, 112. 112 üstə gəlinsin 28, 140. 140 üstə gəlsin 5T bölünsün 10'a bərabərdir 16'ya. Onda 140 plus 5T bərabərdir 160'a. 5T bərabərdir 20'ye. T də bərabərdir 4'ə. Helium qazı əlavə olunur. Sonra gəldik 34-cü suala. C2 H6, C3 H6 və C4 H6 qazları yandırılıb. Qarışığın kütləsi 330 qramdır. Qarışığın tam yandırılması zamanı əmələ gələn suyun kütləsi 378 qramdır. Bir şey yadda saxlayaq ki, yandırılma zamanı karbon qazının tərkibinə keçir, hidrogenlər isə suyun tərkibinə keçir. Bəlli məsələdir. İndi 378 qram su alınıbsa, mən burada belə bir şeylə tapıram. Diqqətlə baxın. 378 qram su alınıbsa, 18 qram suda 2 qram hidrogen varsa, 378 qramda X. Buradakı hidrogenin kütləsini əvvəlcə tapıram. Deməli, X bərabərdir 18, 2 vurulsun 378, bura getdi. 9 qaldı. 4, 2, 42. Deməli, 42 qram burada hidrogen var imiş. 42 qram hidrogen atomu da 42 mol deməkdir. Deməli, burada ümumilikdə 42 qram hidrogen varsa, qalanı karbondur. Qalanı karbondur nə qədər? 330-dan çıxacam 42-ni. 330-dan da 42-ni çıxanda bu edir 288. 288-i də 12 qramı böləndə, 288-i də 12-yə böləndə, burada düşəcək 24. Deməli, 24 mol karbon atomu var imiş. 24 Na. Cavab olacaq A variantı. Növbəti sual. 35-ci sual. X-Y birləşməsinin kütləsi 7,2 qramdır. Maddədə X-in kütləsi 5,6 qramdır. Bunda X-Y maddəsində kütlələrin nisbətinə baxaq. 5,6-ya deməli 1,6 Y düşür. Nisbətlərə baxsaq burada, deməli 0,8-ə xüsusiləsə burada 7 düşür, 2. 7-nin 2-yə nisbətindədir. Cədvəldə eyni kütlədə götürülmüş X-Y arasında reaksiya gedərək 32 qram X2Y3 alınmışsa, gəlin belə deyək. Deyək ki, 2X üstə gəlinsin 3Y alınıb X2Y3. Deməli, 7 nisbətdə X-i götürürəm, Y-i də 2 götürürəm. Bunu da belə qəbul edək. Eyni kütlədə götürsəm, məsələn, bunu da 14 götürsəm, bunu da 14 götürsəm, bu zaman X-in 14 qramının hamısı sərf olunacaq. Y isə 2 mol X 14 edəcək. 3 mol Y isə 6 sərf olunacaq. Və bu zaman artıq qalan Y-in kütləsi, əmələ gələn X2 Y3-ü də tapaq burada. Əmələ gələn X2 Y3-ün də kütləsi olacaq 20. Deməli, 8 qram Y artıq qalanda 20 qram X2 Y3 alınırsa, bəs 32 qram alınıbsa, Y-dən nə qədər artıq qalıb? Gəlin bunu tapalım. Bu da eləyəcək. X bərabərdir 32 vurulsun 8 bölünsün 20. Bundan X-a getdi burada 4. 128 bölünsün 10. Bu da eləyəcək 12,8. 12,8 qram Y artıq qalır. Cavab C variantı. Növbəti sual. Kütlə ədədi 56 olan elementin atomundakı neytron sayı karbonat ionundakı elektron sayından 2 vahid aldı. Karbonat ionunda 30 elektron var. Yəni hesablayırıq. CO3 2 mənfidir. Deməli,
6 üstə gələnsin 24, 3 vur 8, 24, üstə gələnsin 2 elektron da alıb 32. 2 vahid azdırsa, deməli 50, x 56-da 30 neytron var. Deməli sıra nömrəsi 26-dır. İndi x3 müsbət iyonu bizdən deyir burada. X3 müsbət iyonunda bəlli məsələdə 23 elektron var. Amma bir şey yadda saxlayaq ki, D elementləri birinci, axırıncı 4s yarım səviyyəsindən elektron verir. Yəni bunun atom elektron quruluşu belədir. 1s, 2, 2s, 2, 2p6, 3s, 2, 3p6, 4s, 2, 3d6. 3 elektron veribsə, onun ikisini buradan verib, birində D-dən verib. Yəni D5 qalıb. S elektronlarının sayı deməli nə qədər olacaq? 1s, 2 dənə burada, 2 dənə burada, 2 dənə burada. Cəmi 6 dənə. Cavab D variantı. X5 müsbət iyonunun qısa elektron formulu 4s2-dir. Burada bəzən səhv eləyir. X5 müsbət iyonu götürürlər 4s2, yəni X elementin götürürlər 4s2 3d5. Xeyr. Əgər X5 müsbət iyonu D elementi olsaydı, yəni 3D-də elektron versəydi, ilk öncə 4S-i verib çıxarardı, sonra 3D-yə keçərdi. Deməli, bu 4S2, 4P5 imiş. P-dəki elektronları itirib. Və bunun dövrü olacaq, 4-cü dövr, 7-ci A yarım qrupu. Sonra, göstərilən diaqramda dövrü sistem cədvəlindən ilk elementdən başlayaraq nömrələnmiş hissələri elementləri yazarsa, birinci təbəqənin 12-ci hissəsinin X elementi ilə ikinci təbəqənin 5-ci hissəsinin Y elementi arasında əmələ gələn birləşmənin molekulundakı proton sayını hesablayır. Yəni, biz buradan bir növ elementləri var belə. Deyir ki, ilk elementi birinci hissəyə yazın. Yəni, hidrogeni birinci hissəyə yazın. Birdən bura qədər yazanda, bu formada yazıb birinci təbəqəni tamamlayanda, bura 12-ci element düşür. Belə deyək, bu X elementi olduğu için. Keçdi ikinci təbəqənin, bu təbəqənin 5-ci elementin yazanda, yəni ikinci təbəqədən 5-ci elementi biz yazanda burada nə düşəcək? Deməli, bu formada yazsaq, buradan başlasaq yazsaq. Deməli, 13, 14, 15, 16, 17. Y 17-ci element gəlir düşəcək bu sıraya. 5-ci hissəyə. Deməli, ikinci qrupdur, bu da 7-ci qrupdur. Bunlar arasında əmələ gələn birləşmə olacaq X, Y2. Proton sayını istədiyinə görə burada olacaq 12 plus 34, 46. Cavab D variantı. Sonra, əsas yarım qrup elementi olan X atomunun tam həyəcanlanmış halının formulu 3D2. Tam həyəcanlanmış halı 3D2-dirsə, deməli, bundan əvvəlkilər 3s1, 3p3, 3d2-dir. Deməli, bu 6-cı qrup elementidir. Y atomunda elektron sayı X atomundan 5 vahid azdırsa. Deyir ki, bitir. Y atomunda elektron sayı X atomundan 5 vahid azdırsa, deməli, X olacaq 11-ci yerdə. Y isə 16-cı yerdə olan element. Y elementi qələvi torpaq metaldır, xeyl. Birinci qrupdur, qələvi metaldır. Deməli, bir səhvdir. Bir olan variantları çıxıram. Y-in qısa elektron formu 3s1-dir, bəli. 2 doğrudur. X elementi 7-ci A yarım qrupunda yerləşir, xeyr. 16-cısı 6-cı A yarım qrupunda yerləşəcək. 3-də çıxdı. Cavabımız qaldı Y variantı. X-in minimum və maksimum oksijeşmə dərəcələrinin cəmi 4-dür, çünki 6-cı qrupdursa minimum -2, maksimum müsbət 6 olacaq, cəmi 4 eləyəcək. Y 2x tipli iyon rabitəli birləşmə əmələ gətirir, bəli. X birinci qrupdadır. Y, burada X bu idi, Y bu idi, başlayın. Y 2x tipli iyon rabitəli birləşmə əmələ gətirəcək. Y-in qısa elektron formunda. Sonra, burada element, dövr sintezlərində kiçik dövr elementlərindən bir fragment verilib. Verilmiş hissəyə əsasən düzgün işarələnmiş cavabları müəyyən edin.
A plus C burada 23'dür. A-la C-nin cəmi kiçik dövr elementləridir. A-la C-nin cəmi 23'dir. Buna əsasən biz müəyyən etməliyik ki, bu elementlər hansılardır və hansı yerdə yerləşirlər. Deməli, gəl birinci belə bir şey tapaq. Deməli, A plus C əgər 23-dürsə, digər tərəfdən buraya yazaram A minus 1. Deməli, A minus 1 üstə gəlinsin 8 də C-yə bərabərdir. Onda A plus 7 bərabərdir C-yə. Buradan gətirib yazsam, C-nin yerinə A plus 7-ni 2A plus 7 bərabərdir 23-ə. 2A bərabərdir 16-ya. A bərabərdir 8-ə. A 8-ə bərabərdirsə, onda C də 15-ə bərabərdir. 8, 9. Atom radiusu ən böyük olan X-dir. Atom radiusu ən böyük olan X-dir, doğrudur və doğru yerdə götürülüb. Y-in minimum oksidaşma dərəcəsi -3-dür. Y-in minimum oksidaşma dərəcəsi -3-dür, xeyr, -2-dir. 6-cı qrupdur çünki. Z-in maksimum oksidaşma dərəcəsi müsbət 7-dir. Z deməli flordur. Florun da maksimum oksidaşması 0-dır. Deməli, baxaq, Y-in minimum oksidaşması -3-dür. Yanlış göstərilib, deməli doğrudur. Yanlış yerdədir, yəni düzgün işarə qoyulub, bu da düzgün işarə qoyulub. X5 müsbət yalnız oksidləşdirici olur. X5 müsbət yalnız oksidləşdirici olur, doğrudur. Çünki 5-ci qrupdur və yalnız oksidləşdirici olacaq, bəlli məsələdir. Elektromənfiliyi ən yüksək olan X-dir. Elektromənfiliyi ən yüksək olan X-dir. Yanlış yerdədir, deməli doğrudur. Ən yüksəyi Z-dir. Deməli X səhvdir, səhvi göstəribsə, deməli bu doğrudur. Y-in hidrogenli birləşməsinin molekulu qeyri-polyardır. Y-in hidrogenli birləşməsi. Y-in hidrogenli birləşməsi qeyri-polyar yox. Yəni sudur bu, su polyardır. Doğru göstərilib, deməli səhvdir. Z-in əmələ gətirdiyi hidrogenli birləşmənin molekulu qeyri-xəttidir. Z-in əmələ gətirdiyi molekul hidrogenli birləşmə HZ-dir. Bu qeyri-xəttidir. Xeyr, xətti molekuldur. Doğru göstərilib, deməli səhvdir. 5 dənəsi doğrudur burada. B variantı. Normal vəziyyətdə 3-cü təbəqəsindəki elektron sayı 4-cü təbəqədəki elektron sayından 9 dəfə çox olan X elementinin X2 müsbət ionundakı S elektronlarının sayı D elektronlarının sayından neçə faizini təşkil edir? 3-cü təbəqəsində elektron sayı 4-cü təbəqədən 9 dəfə çoxdursa, deməli bunun elektron quruluşu 4s2 3d 10-dur. Niyə görə 3d 10-dur? Çünki 3-cü təbəqədə belə yazaq 1s2 2s2 2p6 3s2 3p6 3d10. 4-cü təbəqədə 2 elektron varsa, 3-cü təbəqədə 18 elektron bundan 2 dəfə çox ola bilər. Deməli, indi X2 müsbət ionunu soruşur. X2 müsbət ionunu soruşursa bizdən, deməli 4s-dən 2 elektron çıxıb. 4s-dən 2 dənə elektron çıxıb. Onda D elektronlarının neçə faizini təşkil eləyir deyirsə, S elektronları, D elektron. Burada S elektronlarının sayı 6 dənədir. D elektronlarının sayı isə 10-dur. 60 faizini təşkil eləyir. Cavab A variantı. Sonra kiçik dövr elementləri X, Y, Z elementlərinin proton saylarının cəmi 24-dür. X və Z eyni dövrdə yerləşir. X-in əmələ gətirdiyi hidrogenli birləşmədə mərkəzi atom sp hibridləşmə vəziyyətindədir. Və Y birləşmələrdə yalnız müsbət bir oksidləşmə dərəcəsi göstərir. Deməli, Y birinci qrup elementidir. Bu məlumatlara əsasən
Z-in X və Y ilə əmələ gətirdiyi birləşmələrin formullarını müəyyən edin. Deməli, yadda saxlayaq ki, X ilə Z eyni dövrdə yerləşir və kiçik dövr elementləridir. X-in əmələ gətirdiyi rəqəmli birləşmədə mərkəzi atom SP-dirsə, deməli X deməli ikinci qrupda yerləşir. X ikinci qrupda yerləşirsə, kiçik dövrdə bu yağ berilyum ola bilər. Berilyum olacaqsa, deməli, proton saylarının cəmi berilyum olacaqsa 4, onda Y bunlarla eyni qrupa düşməmək üçün, dövrə düşməmək üçün Y gərək 11-ci element ola. 11, 14, 11, 4 elədi 15. O birisi element də qalacaq, deməli 9. Z elementi 9 olacaq. Bir versiyamız budur. İkinci versiyamız nədir burada sualda? İkinci versiyamız budur ki, əgər mən X-i magnezium götürsəm, yəni 12 götürsəm, gərək onda Y-i digər dövrdə yerləşdiyinə görə lityum götürəm. Onda Z-i də məcburam ki, bundan deməli 24, 12, 15, 9 ola. 9 da Y əgər lityumdursa, ikinci dövrdürsə, 9 isə üçüncü dövrə düşə bilməz də. Bunun məntiqlə bilirik. Onda bu versiyamız getdi. Qaldı yalnız bu versiyamız. Və bu versiya üzərindən biz çıxıb cavabları tapacağıq. Z-in X ilə əmələ gətirdiyi birləşmə, yəni ikinci qrup elementi. Z-in X ilə əmələ gətirdiyi birləşmə XZ2. Z-in Y ilə əmələ gətirdiyi birləşmə isə birinci qrupun əmələ gətirdiyi YZ olacaq. Cavab D variantı. Dördüncü dövrün əlavə yarım qrup elementi olan X-in valent elektronlarının 40% xarici təbəqədə yerləşirsə, X atomundakı proton sayını müəyyən edin. Dördüncü dövrün əlavə yarım qrup elementi isə, deməli, bunun elektron formu 4sX, 3dy'dir və əgər valent elektronlarının 40% xarici təbəqədə yerləşirsə, valent elektronlarının 40% xarici təbəqədə yerləşirsə, yəni bu 4s'dəki, yəni X plus Y bölünsün X bərabərdir 5'də 2'ye. Bu da 5x bərabərdir 2x plus 2y. Buradan da 3x bərabərdir. Deməli 2y. İndi biz burada diqqətli olmalıyıq nədə? Əgər biz x-i 1 götürsək, variantlarda görürsünüz ki, y-i tam ala bilmirik. Ona görə mən x-i burada 2 götürmək məcburiyyətində qalacağım. 3 için 6, y deyiləcək 3. Deməli, bu element 4s2, 3d 3 imiş. Və bunun da atomdakı proton sayı 23 eləyəcək. Cavab A variantı. Gəldi. 46-cı sual. 43-cü sual bu. 46. Dövri sistem daxilində soldan sağa doğru nüvənin yükü soldan sağa nüvənin yükü artar. Deməli, doğrudur. İyonlaşma enerjisi azalar, səhvdir. Qeyri-metallıq xassəsi soldan sağa doğru artar. Doğrudur. Oksidləşdiricilik azalar. Qeyri-metallıq xassəsi artırsa, oksidic xassəsi azalar, səhvdir. Qruplar üzrə valent elektronlarının sayı artar, dəyişməz. Reduksidicilik azalar yuxarıdan aşağıya doğru reduksidicilik artır. Metallıq xassəsi artar, doğrudur. Oksidicilik artar, səhvdir. 1, 3, 7 cavab Y variantı. İyonlaşma enerjisi ilə bağlı belə bir sual. Deməli, burada baxırıq birinci, ikinci, üçüncü iyonlaşma enerjiləri verilib. Kəskin sərhəddənmə X-da ikinci iyonlaşma enerjisi ilə üçüncü iyonlaşma arasında baş verir. Deməli, X ikinci A yarım qrup elementidir. Y elementində isə kəskin sərhəddənmə baş verib. 3 ilə 4-ün arasında, deməli, Y üçüncü A yarım qrup elementidir. İlk 5 deməli, X-in baş oksidi X2O-dur, səhvdir. Y uçucu olmayan YH3 birləşməsi əmələ gətirir, doğrudur. X və Y S elementlərdir, xeyr, Y P elementidir.
X xlorla X xlor 2 tipli kovalent rabitəli birləşmə əmələ gətirir. X ikinci A yarım qrupudur. İyon rabitəli birləşmə əmələ gətirər. Səhvdir bu. Y3 müsbət yalnız oksidləşdirici olur. Doğrudur. Maksimum çünki müsbət 3'dür. Sonra deməli, gəldik növbəti suala. 2, 3, 4. Deməli, dövrü cədvəldə verilmiş əsas yarımqrup elementləri üçün hansı ifadələr doğrudur? Z və T qeyri-metaldır. Doğrudur. 4, 5, 6, 7-ci, yəni 3-cü qrupa qədər metaldır, qalanları qeyri-metaldır. Y və T bir-biri ilə birləşmə əmələ gətirir. Y ilə T. Əlbəttə, Y ilə T gətirər. X və Y birləşmə əmələ gətirir. 8-ci qrup birləşmə əmələ gətirmədiyinə görə bu səhvdir. Deməli, cavabımız olacaq 1 ilə 2 Y variantı. Sonra gəldi bu suala. X2 O'da elektron sayı 10'dur. Deməli, X-in özündəki olan elektron sayı, yəni sıra nömrəsi 1 eləyəcək. Y O2-də 32-dirsə, 32-dən 16 çıxacam, yəni 2 vur 8, 16-nı çıxacam. Y-in də sıra 16 eləyəcək. Birləşməsinin molekulunda bu H2S-dir, yəni X2Y olacaq. Elektron sayını dediyinə görə 2 vurulsun 1, üstə gəlinsin 16, 18 elektron var. Y variantı. 26 protonu və 24 elektronu olan, yəni artıq bunun bir elektron verəndən sonra 23 elektronu qalır. Yükü tapmaq üçün də bilirdik ki, protonun sayının elektronu çıxanda yükü verir. Onda 26-dan 23 çıxacam, müsbət 3 B variantı. 40 litr CO və 40 litr oksigen qaz qarışığının reaksiyasından axıra qədər gedirsə, bəlli məsələdir CO plus O2 2-nin 1-ə nisbətində reaksiya daxil olur və bu zaman 2-yə 1 daxil olursa 40 litrə 20 litr oksigen reaksiya daxil olacaq. Oksigenden 20 litr artıq qalacaq. Demək, ikinci qrafik doğrudur. Bir səhvdir, CO tam sərf olunur və 40 litr CO2 əmələ gələcək, doğrudur. 2 ilə 3 Y variantı. 6 1 nisbətində verilibsə, deməli, burada baxsaq, belə deyək, Z-i bu formada 12x bölünsün Y bölünsün 16Z bərabərdir 6 1 8 nisbətindədirsə, onda belə deyək, burada nisbətlərə baxsaq, 12x, burada 6 karbondursa, hidrogen sayı 2 götürsək, 1, 2, Z-i də 1 götürsək, formada ala bilərik nisbəti. Demək, cavabımız olacaq B variantı.